Qafqaz dağları, Azərbaycan. İsmailiyyə geç saatlarda çatdığımız üçün Yaşıl Vadi adı ilə adlanan bu yerdə güzbala ilə yer tapıb qala bildik və mən sabah çəkilişləri üçün hazırlıq işləri gördüm. Yaşıl Vadi adı ilə adlanan bu məkan çox möhtəşəm və gözəldir. Sizi qısa da olsa qaldığımız bu gözəl məkan ilə tanış etmək istəyirəm. Quş heyvanlarından ibarət kiçik bir hissəsi və geniş həyətyanı sahəsi var. Bu isə bizim gecə güzbala ilə tapdığımız və gecələdiyimiz Afrem evidir. Gecə geç saatlarında gəldiyimiz üçün Afrem evin ətrafında axan çayın səsini eşidib qərara gəldim ki, kiçik bir çəkiliş edim. Qaldığımız Afrem evlərinin həyətyanı sahəsində ağaclara bərkidilmiş bu tərz tabelalar mövcuddur. Dostlar, vloglar arasında xarici ölkədə çəkilmiş videolar görmək istəyirsinizsə bizə dəstək olun. Səhifəyə abunə olub, like etməyi unutmayın. Biz isə hazırlaşıb yola düşdük. Yolumuz İvanovka kəndinədir. Dedik birinci qarnımızı doyduraq, sonra İvanovka kəndindən kiçik bir gəzinti edək. Burada böyle bir fotoğraf var. Neyse görebilirsin. Bu nedir? Bu nedir? Bilirsiniz mi? İp takmak için. Bilirsin. Oradan atabilir içine. Atıp elini yapabilirsin. Silah eleme. Oldum burada. Bağışın mesela. Bir tane de olsa yapamam. Zaten yani. Uşağı. Selamünaleyküm. Şöyle getirin beni. Selamünaleyküm. Neredesin? Öpüm seni. Ne olur? Ne olur? Selamünaleyküm. Neredesiniz? Yaxşısınız? Salam. Gel seni de öpüm. Siz oturdu, Rus dildə oturdu. Hansı dildə danışırıq? Rus dilinde. Rıtsap. Yol kənarında oynayan uşaqları görən kimi dayanıb, onlarla xoş və qısa bir zaman keçirdik. Dedik, güldük, əyləndik, sonra isə yolumuza davam etdik. Yolumuz Lahacadır. Şirin satılır. Burada bir şirin evimiz var, Ivanovka'da. Çay içməyə yeri də var. Günüsü. Elimiz donar öyle.
Salam aleyküm. Geldi Sağ konularımız. Salam aleyküm. Siz ayrı Biz ayrı. ödenişli mi? Ne kadar ödemiş? 2 manat. Hı. Hoş geldiniz. Sağ olun. Burada kılıçlar var diyorsun. Safir'in. Soyuk silahlardı, ordu silahlardı. Götürüp dayabilir. Tokma bir yoksa. Tokma bilmiyorum. Mola buldum. Bu terazidir Safir'in. Sen üzülür mü? Yani kolluk tarihi. Bunların tarifi nedir biraz? Burayı Tarih 19. əsrdir. Bir də burada yazılır. Tarifi bir nedir yazılır? bu nömrəsidir. Qeyd edilməz. Başının panoramalarıdır. Maşallah moralı şeyler var orada. Bəli. Sonra qədimi Qur'anlardır, əl yazmalardır. Kur'an kitabları. Bəli, bəli. Bunlar neçəncə ildə təsadüf edilir? Bunlar- Tarixləri. Çanalaylardır. Bu neylərdə yəqin bilərsiniz. Güzgü maraqdır. Onun şüşəsi Avropadan gətirilir. Amma çərçivəsi isə burada yerli ustala təmin hazırlanır. Qədimi Qur'anlar deyilən bunlardan. Var zamanı çıxır. Su borulardır. Bir də ən qədim eksponatlardır və yuxarıdakılar 2000 il tarixli. Yəni bizim eradan əvvəl 3 və 2 yaz. Bu qədər. Bu nədir? Hazır bu. Bu çölmüş bu dəmirçilər, miskəllər üçündür. Hava vurur. Çölmüş gözəlliyi, misik olur, dəmir qızılma istifadə edir. Hava bu, hava bu. Bəli, bəli, bəli. Bir zəhmət olmasa tutun baxır, əlinizi burnun qabağına aşağı. Maşallah, hava da olur. Cam işlərini istədik. Bir də qara palıd ağacıdır. Köy şamuma bağlı. Mahpul çok. Sağ olun. Bakımına bakayım. Ne dilde danışıyorsunuz? Ha? Bizim dil var da. Ne dili? Tağış dili? Lahıç dili. Lahıç dili. Ha. Lahıç dili ayrı dil. Ha. Yani bakın bizim Alişlerimiz var. Baxaq əl işlərini çəkək. Ha, buyurun buyurun. Bayramımız da var. Sizinlə baxın. Bunlar əl işləri, düzdür? Hamısı bəli. Bunlar Bəli, bəli. Bunlar təmiz mislərdir. mislər. Hamısı burada düzəldir Alişləri. Hı. Bax belə qablarımız var. Bizim İlham Əliyev bizə bizim Tuşanı bəyənib. Hı. Ne Biz güzel. belə baxışlar. Həmçinin hər forması. Tam əl işlərdir qardaş. Ola bilərsən səbiyyə. Şalahaylar var o tərəfdə. Gəlin baxın. Buyurun bizim mağazaya. Yine əsas xarici vətəndaşlar da onlara satın. Aha. Gəldik Qafqaz dağları. Salam aleyküm. Bu zəncirliyiblər bunu. Salam aleyküm. Giriş yoxdur. Gəl. Neçədə ödənik? Gəl.
Vallahi bu nədir? Oh. Bu o deyil də yəni. Ya o deyil bu. Yıxılma təhlükəsi hər an baş verə bilər də burada. Vay vay vay. Aa, yellətmə. Yellətmə, səncə eləmə. Ha, eləmə də, yaxşı gizləm. Gizləmək davaşanlıq deyil, buradan dəydiyin yerə çilik. Parça tikə tapa bilməzlər. O, bu nədir? O, bu nədir? Bu nədir? Hə, elə oldu. Heç bir problemi yoxdur. Hala. Başqa belə şeydən qorxsan. Dəmirə minməz də. Ona dön. Ha. Eləmə də, eləmə. Yıxılacam deyil. Hop. Çok. Oy, orada nə qədər məsafə var? Kişi bura. Ora keçdi ne? Sonra nədir? Yəni yaxşı. Məqsəd nədir burada? Ora keçdi, sonra məqsədsiz şəkildə bu nədir? Tutmuşam. Xeyri yoxdur. Qaçacam indi sənin üzvə. Qaçma dostum. Ay, illət boşaq gəlir. Elə fikirlə, qaçma. Sən niyə qaçırsan? Səni kim buraxıb, buraxır? Bu neydi? Benim yukarıdan korkum var ya bura. Yüksəklik korkum var. Sen aşağıya baxırım. Yüksəklik korkum var değil mi? Gözdə də bir də gözdə sən bu tərpənməsin. Ay bilə buraya qayıtmaq var. Bura mən Oy, bir buradan qorxa gəlsən, burada bir 5-10 madallar da sən. Bunu yiyib düzələcəksən, bunu yiyib. Vay. Uşaq qorxmur, sən qorxursan, yekə oğlansan, ha, baladı uşaqlar gəldi bura, nədən qorx? Salam aleyküm. Kim olmuş? Necəsən? Öyle sen korkmuşsun ha? Sağ ol. Kötü ne var orada şimdi? Allah uzun yoldan geldi. Hoş geldin. Selamünaleyküm. Selamünaleyküm. Bayramımız mübarek olsun. Yollanır ha. Bak biraz sakitleşey. O necə qorxdum, o necə. Buradan yuxarıda var ya, gedəcək o. Getdi ya. Kəndə gedir. Yol imiş ya oraya, tamam kəndə zədəcək. Düş bir dənə aşağıdan kəndə dəy gəl budur bax. Hara deyil. Hara deyirəm kəndə mən. Evdə çıxıb obaya girməyə. Qardaşlar bu İsmail'in it burnunu yığmaq üçün getdiyi yolu. Buradır kəndin yolu. Kəndin yoluna bax. Belə hara İtlə çıxırlar köy. Aha bax buradan. Belə kəndin yolu var. Everest'e zarar çıxmamışıq ya. Amma Aygün Kazımova bir dənə səhnəyə çıxmağına da bir Everest'e çıxır. Everest də mahnına uyğunlaşıraq, hə? Biraz da yuxarı çıxsaq, dilimiz, ağzımız quruyacaq təmiz. Çayı ona görə qoy, bax, oradan nə bir qorxa gəlirsən, şeydən. Dəncəfdə suyunda. Dilin ağzın quruyur, burada bir dənə çay içirsən, qaydırsan da ola.
Ne oldu? Ya burada şu sürüşmə əməliyyatları çox olduğu üçün oy, yan tavuk görmür hə monsa. Qardaş, orada mı yana kənd var? Biraz buradan piyada gedirlər buranı. Neçə nəfər adam qalır orada kənddə? Neçə yaxın? 150-yə yaxın? Yox, yol ümumiyyətlə o buradandır, ora bir də. O 150-yə yaxın ev var. Buradan gedirlər hə, ümumiyyətlə piyada. Sən orada qalırsan, o kənddə qalırsan. Ay maşallah. Sən elə bil o kənddən bura kimi də sizdə, hə? Şey o Krasnomos kimi xət. Yorulmayasan, Allah bazar versin. Əyləşebilirik də burada. Burada oturarıq elə. Burada yaşıyorsunuz gibi. Nədir? Tamam. Aynen, ne kapılar? Açık. Şuraya onu batırıp sen. Açılma, hemen açarım. Olmuşsan içeride. Tamam kanka, neyse sen? Özür verip kesin biraz daha. Altını var. Özkan olur, aynen, özümüz edildi. Onu diyor sağ olun. Hayır, hayır. Onu suyu da kalıp içeride. Bilimdeydim de sesi harda olur olsun. Bilinir ha o da. Alalım kuma. Çayırım. Satan da. Ay damla sığdım. Rıttım. Bir çox şirin çay içmək ziyandır. Deyir, o deyən kimdirsə, əslində düz deyil. Amma bizim ölkələrdə yox. Bu ne? Konfetlə, şokolatla, zatla, kazanla. Yüreğim de gelmiyor. Atmaq da istəyirəm, atmamaq da istəyirəm. Qalmışam. Bu konfetlər bizim ölkənin göz numuzu olur. Hər yerdə rast gəlinə bilən konfetlər. Heç vaxt yeyilmir. Həmişə də stolda qalır. Onun kucağın başına uşaqdır, o neydi o? O kulübün içinde uşak olur. Ben artık gözümü görmürəm. Neydi o? Göyətlər ortada. Daha da maraqlı vloqlar çəkilməyini istəyirsinizsə,
Səhifəni like edib abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.